olsa, gece olsa ay çıkar, karanlıklar çekiler, karanlıklar çekiler, gün olar, gündüz olar, gündüz olar. Mən Qışlandan olmuşam. Anamdan soruşdum ki, nə vaxt dünyaya gəlmişəm, saat neçədə? Dedi ki, təxminən saat 5 idi və səhər olmağına baxmayaraq, hələ də pəncərədən səmada ay görsənirdi və mənə çox xoş gəlir ki, dünyaya gəldiyim an öz adıma təsadüf edir. Nuray ay işığı deməkdir. Burada məncə maraqlı bir simvolika var. Amma əslində adımın verilməsi heç də ay işığına təsadüf etmir. Nənəmlə anam televizorda bir türk müğənnisinin klipinə baxarkən bu adı görüblər. Razılaşıblar ki, qız olsa adını Nuray qoyaq və mən dünyaya gəlmişəm. Adım da Nuray. Bəlkə də bir təsadüfdür, bəlkə də təsadüf deyil. Mən özüm də musiqini çox sevirəm. Oxumağı çox sevirəm. Məni tanıyan və bu istedadımdan xəbəri olan hər kəs mənə deyir ki, əslində sən müğənni olmalıydın, ofis işində çalışmamalısan, sən burada nə edirsən? Ümumiyyətlə mən rəsmlə tanışlığım ilk dəfə bu yaxınlarda oldu Rasmina xanımın özü ilə. Doğrudan da sənət əsərlərini göstərəndə bir-bir və onların arxasında olan hekayələri danışanda mən doğrudan da çox ilhamlandım. Çünki ona özünü həsr edən, hər bir əsərə doğrudan da individual yanaşma ən azından görməmişəm və eşitməmişəm. Rəsmdə adların kolleksiyasında Nuray adının olmağı da təbii ki, mənim üçün çox xüsusidir. Ən gözəl şəkildə ifadə edən, hər tərəfli ifadə edən sənət əsəridir.